Deyə bilərlər ki, biz deyirik axı Kərbəlada İmam Hüseyn qalib oldu. Əlbəttə ki, qalib oldu, şübhəsiz qalib oldu. Elə həmin anda başa düşdülər ki, qalib oldu. Amma deyirlər elə haqq tərəfdarları həmişə batini qələbə qazanacaq, zahiri qələbə düşmənlər də olacaq. 70 neçə nəfər başa düşmüşdü deyə batini qələbə oldu. Bu dediklərimizi hamı başa düşsə, çoxdan elə o dövrdən zahiri qələbə olardı. Amma hər bir halda qalib ayrıldılar o insanlar. Zərrə qədər sarsılmadılar. Hədəf bəlli idi, yol bəlli idi və üstünlüyü də göz qabağındaydı. Heç müqayisə eləmə. Bilirsiniz, nə zaman biləcək İmam Hüseyn, biraz keçsin, daha yaxşı biləcək İmam Hüseyn qalib çıxdı. Darıxmayın, dünyadakı prosesləri gördükcə adam görür ki, nə qədər qalib imiş. O susuz səhrada 5-10 nəfər insanla qərib halda ölən o susuz kişi nə qədər qalib imiş, nə qədər güclü imiş, nə qədər qüdrətli imiş. O kişi ki, onun cənazəsini dəfn eləməyə belə imkan vermədilər, icazə vermədilər. Onun bədənini torpağa qarışdırmaq istədilər, yerlə bir eləmək istədilər ki, ondan yer üzündə bir nişanə qalmasın. Milyonlar bugün onun hərəminə axşanda bəlli olur ki, bu kişi nə qədər qalibdir və nə qədər qüdrətlidir. İstədilər ki, səhranın vəhşi heyvanlarına yem olsun. Faciədir, o qədər danışmışıq, adiləşib. Faciədir bu. İmam Səccadın ona görə ürəyi az qalır deyansın ki, Peyğəmbər balasının bədənini torpaq üstə qoyasan ki, vəhşi çöl heyvanları bədənini parçalasın. Kafiri belə quyuya atıb bastırardılar. Onu qoyub gedəsən, heç nəsiz, heç kəssiz. Ki, ondan heç nə qalmasın. Nə üçün idi bu işlər? Ona görə ki, görürdülər ki, qorxulu olur. Ölüsü də qorxulu olur. İtirsinlər, tamam iz itirsinlər. İndi illər keçib, baxın, görün, İmam Hüseynin dəyərləri dünyaya indi tanınmağa başlayıb. Görürsən, o kişi qalibdir. Çünki Allahla idi. Elə zamanında zahiri qüdrətə çata bilərdi, bəli, başa düşən çox olsaydı. Özünə təsəlli vermədi. Din ancaq batini qələbə. Xeyr, din elə dini düşüncədə olan insanlar, peyğəmbərlər, övliyalar elə zahiri qələbə üçün gəliblər. Sadəcə olaraq başa düşənlər az olub.